Бога самый тихий убийца. Есть люди, профессиональные страдальцы, у них все хорошо, пенсия есть, дети устроены, война далеко. А они сидят и трясутся. А вдруг цены поднимут? А вдруг дождь пойдет? Тревога – это кислота. Она разъедает тебя изнутри. Желудок сжимается, давление скачет, сон летит к черту. Надо учиться посидеть. Beşincisi, həyəcanlanmaq, stres keçirməkdir. Dikkat edin, kislata kimi bir şeydir deyir. Adamı yandırır. Yuxusuzluq əmələ gəlir, mədədə xəstəlik əmələ gəlir, təzyiq qalxır və s. Bütün bunlar hamısı stresdən əmələ gəlir. Nə qədər insanlar olub ki, sağlamdır, ancaq o həyəcan nəticəsində özlərini məhv ediblər. Diqqət etdiniz nə deyir həkim? Deyir ki, adamın hər şeyi var. Həyatı qaydasında gedir, öz təqaüdünü alır, övladlarının hamısını yerbəyer edib, yemək içməyi var. Nəyin çatışmır sənin? Niyə oturub fikirləşirsən ki, birdən qiymətlər qalxar, birdən filan şey olar, birdən filan şey olar. Buna niyə fikirləşib canına qəsd edirsən? Daim Allaha təvəkküllə yaşamaq lazımdır. Ümid etmək lazımdır ki, Allah Subhanahu Teala qədərinmə nə yazıbsa, ondan artıq heç nə olan deyil. Və qəlbi rahat edən əməllər var. Çoxdur. Əsas üçünü deyəcəm. Yəni, insan həyəcanlandıqda, çətinliyə, sıxıntıya düşəndə, stres keçirdikdə bu dediklərimi etsə, onun həyatı tam rahat olacaq, qəlbi tam rahat olacaq. Birincisi namazdır, namaz qılmaq. Allah Subhanahu Teala Quran-ı Kərimdə deyir ki, وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ. Namaz qılmaqla, səbr etməklə Allahdan kömək diləyin. Həqiqətən bu, Allahdan qorxanlardan başqalarına çox ağır gəlir. Onlar bunu edə bilmirlər. Allahdan qorxan mömin insan namazını qılır, səzdədə Allaha dua edir ki, Allahım, mənim işlərimi yoluna qoy. Mənə şəfa ver, məni bu sıxıntıdan qurtar. Bu bir.